gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Amin İctimai Birliyinin Mövlana Füzulinin 530 illiyinə ərmağanı olan ikinci nəşri Həqiqətül Əhadis kitabında bir hədis var ki, ərəbcəsi belədir. Əl-muslimu mən səliməl muslimunə min lisanihi və yədihi. Müsəlman odur ki, müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Əvvəlcə Əbdürrəhman Caminin mənzum tərcüməsini qeyd edim. Musliman kəs bovad və qalə rəsul, gərçə ami bovad və gər aləm, ki bə hər ca bovad, müsəlmani başəd əz qalə fələ o saləm. Bəndin sətri tərcüməsi belədir ki, Həzrət Rəsulun sözünə görə müsəlman o kəsdir ki, istər savadsız olsun, istər alim. Hər hansı yerdə müsəlman olsa, həmin müsəlman onun sözündən və davranışından səlamət ola. Bu hədisi Nəvai Cağataycada belə nəzmə çəkib. Kim müsəlmanlıq aylasa dava, çin emaz, gər qılır fida canlar. Ol müsəlmandırır ki, salimdir, tilidin, ilgidin müsəlmanlar. Kim müsəlmanlıq iddia eyləsə, hətta canlar fəda etsə, iddiası doğru olmaz. Müsəlman odur ki, dilindən və əlindən müsəlmanlar səlamətdir. Və nəhayət, Mövlana Füzulinin qələmində Azərbaycan türkcəsində belə oxuyuruq. Müslüm oldur ki, əhli aləm ilə sidq ola qövli, xeyr ola əməli. Zərərin görməyən müsəlmanlar ola pakizə həmdili, həməli. Müsəlman odur ki, aləm əhli ilə sözü dürüst, əməli xeyirli ola. Müsəlmanlar ondan zərər görməyə, dili də, əli də pak ola. Nəql olunur ki, bir axşam Molla Nəsrəddin qəbirstanlıqda gəzərkən qazılmış boş qəbir görür və bu qəbrə girib uzanır. Biraz keçəndən sonra atlı dəstənin ona tərəf gəldiyini görür, elə bilir ki, mələklər onu sorğu-suala tutmağa gəlirlər və bundan qorxub tez ayağa durur. Heyvanlar hürküb ondan qorxurlar. Mollanın bu hərəkətindən sahiblər də təşvişə düşüb qaçmaq istəyirlər. Heyvan yiyələri sonra bu adamın Molla Nəsrəddin olduğunu görüb onu yaxşıca döyməyə başlayırlar. O qədər döyürlər ki, mollanın paltarı cırılır. Molla canını onların əlindən qutarıb evə gəlir. Həyat yoldaşı mollanın üst başını görür, onun hardan gəldiyini soruşur. Molla nəfəsini biraz dərəndən sonra qəbirdən gəldiyini deyir. Yoldaşı deyir ki, yaxşı, orada nə var nə yox. Molla cavabında deyir, heç kimin heyvanını hürkütməsən, kimlənsə işin olmasa amanda olarsan. Gafil